Seyid, məhərrəmlik gəldi, yenə başladılar dindarları işğənd etməyə ki, camaat Marsa gedir, siz isə qara geyinib sinə vurursunuz. Marsa getməmişdən qabaq insan olmaq vacibdir. İnsanlar yer üzündə ədalətli bərqərar etdimi ki, Marsa getməkdən söz açılır. Qaldı sinə vurmaq, qara geyinmək. Bunlar özü-özündə heç bir məna kəsb eləmir. Şəhidin amalına büründükdə məna kəsb edir. Misal bizim Azərbaycan şəhidlərimiz üçün də şüarlar səsləndiririk. Bir dəqiqəlik sükut, maşınların və gəmilərin saat 12-də siqnal verməsi, qırmızı qərənfil, şəhidlər xiyabına getmək və s. Bunlar şüardır, öz-özündə heç bir məna kəsb eləmir. Bu şüarların hədəfi nədir? Bizim milli kimliyimizi qorumaq üçün, şəhidlərimizi unutmamaq və bizə tarixdə, Xocalıda 20 yanvarda törədilmiş zülmü unutmamaq, yadda saxlamaq üçün bu şüarları səsləndiririk. Həmçində tarixdə Peyğəmbər balalarına törədilmiş zülmü unutmamaq, onu yaşatmaq üçün qaranı geyinirik, sinə vururuq ki, ədaləti, doğruluğu, insanlığı və xüsusən də dini yaşatmaq üçün bizlər bu şüarları səsləndiririk. Şüarlar şəhidin amalına büründükdə məna kəsb edilir, səsə çevrilir, çağırışa çevrilir. Bu qədər.